Hər vaxtınız xeyir, dəyərli müəllimlər və şagirdlər. Bugün sizlərlə Python proqramlaşdırma dilindən olan test tapşırıqlarının izahına baxırıq. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. X dəyişəninin qiyməti sətirdə 2-dir. Y dəyişəninin qiyməti də sətirdə Pythondır. Print X-in üzərinə X gəlib, üzərinə Y gəlir. Bu zaman çap edir. Gəlin baxaq. X-in qiyməti dırnaqda 2. Üzərinə gələcəm, dırnaqda 2, üzərinə gələcəm, Python və mən 3 dənə sətri toplayaramsa, yan-yana yazılar. Python, bu bir qaydadır. Və bir qaydamız da var ki, print içərisindəki ifadə dırnaqdadırsa, print onu olduğu kimi, amma dırnaqsız formada çap edər, olar S bəndi. Keçək növbəti sualın izahına Pythondan. İkinci sualın izahına. Deyir, şərt operatorunun düzgün yazılışını seçin. Gəlin, baxaq görək, harada düzgün yazılış var. If şərt operatorundan sonra 2 nöqtə qoyulmalıdır, doğrudur. Amma x bərabər y-dən sonra 2 nöqtəyə ehtiyac yoxdur. Bu yanlışdır. B variantında if şərtdən sonra 2 nöqtə qoyulub doğrudur. Else-dən də sonra 2 nöqtə qoyulub doğrudur. Burada heç bir yanlış yoxdur. Elə düzgün variant B variantıdır. C variantında if-dən sonra 2 nöqtə qoyulub. Burada qoyulsaydı daha doğru olardı. Yanlışdır. D bəndində burada qoyulub ehtiyac yoxdur. Burada olmalıydı. Bu da yanlışdır. Y bəndində x bərabərdir y, if-in dövründə olmalıydı. Bu da yanlışdır. Doğru cavab B variantı. Üçüncü sualın izahına baxaq. Proqram fraqmentinin icrası zamanı klaviaturadan müsbət tam ədəd daxil edilmişdir. Bu zaman ekrana 18 ədədi çap edilərsə, istifadəçinin daxil etdiyi ədədi müəyyən edin. Gəlin baxaq, burada variantla işləmək olar, amma daha tez həll olunmağı üçün gəlin biz belə bir yoldan istifadə edək. Baxaq ki, print sonda A 18 çap etməlidir. A-nı 4-ə vuraramsa, heç bir rəqəmi 4-ə vuranda 18 etməz. Deməli, burada olmayacaq. Burada olarsa, 6-nı 3-ə vuraramsa, bəli, 18 edər. Bu zaman yəni bu else, nə zaman ki, bu şərt ödəməz, else düşər. Else'in dövründə olan if ödəyərsəm, 18 ədədi çap olunar. Əgər A-nın qiyməti 6 olarsa, bəli, 6-nı üçə vuraram 18 edər. A-nın qiymətinin 6 olmağı üçün baxmalıyım yuxarıdakı şərtə. Əgər 6 böyükdürmü 7-dən deyirəm yox. Yoxdursa, təbii ki, else düşəcəm, dövrünə düşməyəcəm if-in. If bir də şərt yoxlayacam. 6-nın 3-ə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi deyəcəm, bəli. Və 6-nı 3-ə vuracam, eləyəcək 18. Deməli, bizim doğru variantımız Y variantıdır. Keçək 4-cü sualın izahına. Biz bilirik ki, eyni sütunda olan iflər, şərtlər bir-birindən asılı deyil. Bu şərtlərin hansı ödədisə və yaxud da ödəmədisə fərq etmir. Hamısı yoxlanmalıdır. 7 böyükdürmü 6-dan? Deyəcəm, bəli. Bu zaman dövrünə düşəcəm. Y olacaq 7 üstə gələk 3, 10. Y artıq yeni qiymət aldı. Y böyükdürmü 1-dən? Yəni 10 böyükdür 1-dən. Deyəcəm ki, bəli. Y bərabərdir, Y minus 3 olacaq 7 və sonda print Y 7-ni çap edəcək. Davam edək. 5-ci sualla. Rəqəm simvolları hansı ardıcıllıqla klaviaturadan daxil edilməlidir ki, proqramın icrasından sonra ekrana 256 çıxsın? 256 çıxmalıdır və biz bilirik ki, input kənardan dəyər mənimsədən zaman onu sətr tipində mənimsədir. Və C-nin üzərinə A gəlib, onun üzərinə B gəlməlidir ki, bunun nəticəsi 256 olsun.
Və C də dırnaqdadır. Dırnaqda 2, üzərinə gələrəm dırnaqda 5-i, üzərinə gələrəm dırnaqda 6-nı, edər nə? Dırnaqda 2, 5, 6. Elə bizə də 256 lazımdır. Qarşısında print olduğu üçün print də bundan əvvəlki test tapşırığında dediyim kimi print də əgər içərisində dırnaq varsa, printin içərisində onu dırnaqsız formada çıxardır. Deməli bizim A dəyişənimizin qiyməti olur 5, B dəyişənimizin qiyməti olur 6, C dəyişənimizin qiyməti olur 2. Davam edək. Altıncı sualına. X5, Y8, Z9. X-i deyir Y-ə bərabər et. X-in yeni qiyməti 6 artıq oldu 8. Y-i X-ə bərabər et. Y-də bərabərdir. X-in yeni qiyməti bizdə 8. X də 8 oldu, Y də 8 oldu və şərti yoxla. Şərtdə deyir 8 bərabərdir 8-ə. Deyirik, bəli. Bu zaman düş, print X-i çap et. Görürsünüz, yenə dırnaqdadır, amma dırnaqsız formada X-i çap edəcək və yenidən şərti yoxlayacaq. 8 böyükdür 8-dən deyəcəm, yox, dövrünə düşməyəcəm, əks haldaya düşəcəm və print Z-i çap edəcəm. X-i və Z-i çap edər. A variantı. Davam edək 7-ci sualla. Test tapşırığına baxaq. Deməli, print, bayaq dedim müəllimlər, yenə də deyirəm ki, print əgər funksiyasının içərisində sətr tipində nə varsa olduğu kimi eləcə də çapa çıxardır. Yəni, eləcə olacaq A, amma dırnaqsız. Boşluq qoyacağım, çünki biz bilirik ki, printdə iki metoddan istifadə olunur. Biri separatordur, biri enddir. Set bilirik ki, dəyişənlər arasında işləyir, end isə sonda işləyir. Əgər printin sonunda nə separator, nə end yoxdursa, bu standart halda götürülür. Standart halda separator boşluqdur, end isə slash end, yəni yeni sətrə keçmək deməkdir. Dəyişənlər arasında isə dedik boşluqdan istifadə olunacaq. A, boşluq, təbii ki, bunu yazmıram. Görürsünüz, üstə gələkdir, bunu olduğu kimi çapa çıxardacaq. B, amma B dırnaqsızdır. B-nin gedib öz qiymətinə müraciət edəcəm. 52. Bərabərdir işarəsini olduğu kimi çıxardacam. A üstə gələk, baxın, ikisi də dırnaqda verilib deyə A üstə gələk. B-nin də öz qiyməti olacaq 52. Deməli, bizim variantımız olacaq Y variantı. Davam edək. Məsələni kompüterdə həlli mərhələlərini ardıcıllıqla düzün. Deməli, birinci gəlir məsələnin qoyuluşu. Daha sonra riyazi modeli qururuq, alqoritmi işləyirik. Daha sonra proqramlaşdırmadır, proqramın sazlanması, ən sonda isə nəticələrin təhlilidir. Bu olur A variantı. Və davam edək. Python dilində dəyişən adı ola bilməz. Gəlin baxaq. A variantı ola bilər. Birinci hərf, ikinci rəqəm gəlibsə, ola bilər. Amma birinci rəqəm gəlib, sonra hərf gəlib və yaxud da işarə gəlibsə, bu mümkün deyil. Belə bir dəyişən adı istifadə edə bilmərik. Dəyişən adında altdan xəttə icazə var, bəli. Dəyişən adı kimi X-dan istifadə edə bilərik, altdan xəttdən istifadə edə bilərik. Bəzi müəllimlər sual verirlər ki, bəs orada 3 var, 6 var, bəs deyirik başlaya bilməz. Müəllimlər, ondan əvvəl, baxın, görürsünüz, altdan xəttə icazə var dəyişən adında. Altdan xətt yazıb, sonra rəqəm yazmışıqsa, bəli, dəyişən adı kimi istifadə edə bilərik. Amma B variantında olduğu kimi yazırıqsa, birinci rəqəmi yazırıqsa, elə hal mümkün deyil. Ona görə B variantında verilən ifadəni dəyişən adı kimi istifadə edə bilmirik.
Aha, fikirlərə baxaq. Yanlış fikir lazımdır. Funksiya return komandası vasitəsilə qiymət qaytarır. Bəli, biz demişik ki, return qiymət qaytarır. Funksiya def açar sözündən istifadə etməklə yaratmaq olar. Bəli, definition funksiyadır. Import proqrama hazır modullar əlavə etmək üçün istifadə olunur. Doğru fikirdir. Else proqramında if şərt operatorundan sonra mütləq istifadə olunur. Mütləq istifadə olunur yanlışdır. Oluna da bilər, olunmaya da bilər. D variantı yanlışdır, amma sualımızın doğru cavabıdır. Prosedur hər hansı operatorlar ardıcıllığını yerinə yetirir, doğrudur. Bunu biz definition funksiyada istifadə edirik. Davam edək 11-ci sualın izahından. X dəyişəninin qiymətini tapaq. 8 üstə gələk. Biz bilirik ki, birinci vurma olur 10, bu eləyəcək 18. X artıq özünə yeni qiymət aldı. X-in 18-in 10-a bölünməsindən alınan qalıq, təbii ki, 8. Üzərinə 14 gələcəm, eləyəcək 22. Y dəyişən özünə yeni qiymət aldı, 22. 22-ni 10-a bölüb tam hissəni götürəcəm. 2 tam, üzərinə 3 gələndə olacaq 5. C dəyişən özünə yeni qiymət, yox, X dəyişən üzrlü sayın, özünə yeni qiymət aldı artıq 5. Ən sonunda X-in sonuncu qiyməti 5 minus Y-in sonuncu qiyməti 22. Təbii ki, olacaq mənfi 17. Y bəndi. Davam edək. Klaviaturadan 5 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Edək. Bunu silim. Aha. Klaviaturadan 5 ədədini daxil edirəmsə, təbii ki, bunu A dəyişəninə daxil edəcəm, çünki input kənardan dəyər mənimsətməkdir və dəyəri sətr tipində mənimsədir. Bu olacaq dırnaqda 5. Ancaq qarşısında int varsa, int onu tam ədədə çevirəcək, A-nın qiyməti olacaq 5. B 3-dür. A bərabərdir, A-nın üzərinə 5 gələcəm, eləyəcək 10, çünki A-nın sonuncu qiyməti 5 idi. Artıq A özünə yeni qiymət aldı 10. Onu 5-ə vuranda eləyəcək 50. B də artıq özünə yeni qiymət aldı 50. A ilə B-ni toplayacam 60. Və B-nin üzərinə 2 gələcəm. B-nin sonuncu qiyməti 50 idi. Üzərinə 2 gələndə 52. A və B-ni çap edir. 60-ı və 52-ni çap edəcək. On üç. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Edək. X-in qiyməti 15. 15-in 3-ə bölünməsindən alınan qalıq 0. 0 bərabərdir 0-a. Bəli, birinci tərəf oldu true. İkinci tərəfə baxaq. And 15-in 2-yə bölünməsindən alınan qalıq 1-dir. 1 bərabərdir 0-a. Deyəcəm yox, false. True and false mənə nəticə false verdiyinə görə, əgər if-in qarşısında false varsa, if-in dövrünə düşmürük. Yəni, şərt ödəmir. Düşəcəm else-ə. Print x-i, x-in qiyməti, sonuncu qiyməti 15-dir elə 15-i də çap edəcəm. Davam edək 14-cü sualına. Klaviaturadan 125 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Gəlin, baxaq. Yenə burada x 125 alacaq. Input dırnaqda 125 olacaq, ancaq qarşısındakı int onu tam ədəd eləyəcək. Integer 125 olacaq. X-in 125-i 100-ə böləndə qalıq 25. Y-in yeni qiyməti 25. 2-ni vuracam 100-ə, 200. Üzərinə də Y-in yeni qiymətini gələcəm, olacaq 225. Y artıq 225 aldı. Və şərt yoxlayıram. 125 böyükdür 225-dən. Təbii ki, yox. Yoxdursa dövrünə düşə bilmərəm. Elsə düşəcəm. Y-in sonuncu qiyməti 225-i çap edəcəm.
15-ci sualın izahından davam edək. Klaviaturadan 22 ədəd daxil edilir və Python nəticəsini soruşur. Təbii ki, x-in qiyməti olacaq 22 və şərtə baxacağam. 22-ni 2-yə bölünəndə alınan qalıq 0. 0 bərabərdir 1-ə. Deyəcəm yox. Birinci tərəf false. Or, or. İkinci tərəf 22-ni 3-ə böləndə mənə tam hissə lazımdır. Təbii ki, tam hissə eləyəcək 7 tam. 7 böyükdür 5-dən. Deyəcəm bəli. Olacaq true. False or true. Nəticə mənə true verəcək. True verəcək. Və if-in qarşısında true varsa, təbii ki, şərt ödənmiş sayılır. Y bərabərdir. X-i vuracam 2-yə. 22-ni 2-yə vuranda 44. Y yeni qiymət aldı. 22-nin də üzərinə 44 gələcəm, eləyəcək 66. Təbii ki, else düşməyəcəm, elsin dövrünə də baxmayacam, amma x bərabərdir, x minus 5 sərbəst olduğuna görə x-in yeni qiymətindən 5-i çıxacam. 66-dan 5-i çıxacam, 61 qalacaq. Cavab A variantı. Növbəti sualla davam edək. Klaviaturadan -12 ədədi daxil edilir. Təbii ki, o A dəyişəninə daxil ediləcək. A dəyişəni alacaq -12, -12. Absolut mütləq qiymətdir. Absolut A deyirsə, -12-nin mütləq qiyməti müsbət 12-dir. 12 böyükdürmü ondan? Deyəcəm bəli. Birinci tərəf true. İkinci tərəf absolut yenə A. 12-nin 3-ə bölünməsindən alınan qalıq 0. 0 bərabərdir 1-ə yox. True and false mənə false verdiyinə görə şərt ödənməyəcək. Ona görə printin dövrünə düşmürəm. Else düşürəm. A-nın üzərinə 3 gəlirəm. -12-nin üzərinə də 3 gələndə -9 C variantı. Davam edək növbəti sualla. Deməli, N25-də import məhz, yəni riyaziyyat kitabxanasına müraciət, yəni burada hər hansı bir riyazi funksiya var. Bəli, SQRT müəllimlər kökaltı deməkdir, kök almaqdır. Və biz yadımızda saxlayaq ki, kökaltı ifadə mütləq ki, həqiqi ədəd çıxardır özündən. SQRT N. N-in qiyməti 25. 25-dən kök təbii ki 5 çıxır. Ancaq biz demişdik ki, SQRT-dir, kökaltıdır, mütləqdir ki, həqiqi qiymət, yəni 5.0 olacaq Y variantı. Yəni 5 götürmək onu yanlışdır. Onsuz da variantlarda yoxdur, amma verə bilərlər. Python dilində tam ədədin klaviaturadan daxil edilməsi hansı bənddə düzgün yazılmışdır? Baxırıq A variantına yanlışdır. Çünki inputda bir dənə mötərizə burada, biri burada olmalıydı. Bu yanlışdır. C variantına baxaq. Bəli, C variantında tam doğrudur, tam ədəddir. Klaviaturadan daxil edilir. Misal üçün, mən klaviaturadan 15 ədədi daxil etmək istəyirəmsə, A bərabərdir input yazacam. Çünki kənardan dəyəri mənimsədən inputdur. Bu olacaq dırnaqda 15. Amma mən bunu tam ədəd etmək istəyirəmsə, mütləqdir ki, qarşısına bir int yazmalıyam ki, bu tam ədəd olsun. B variantı doğrudur. Python dilində yazılmış proqram fraqmentinin hansı sətirlərində səhvlər buraxılmışdır? Gəlin baxaq səhvlərə. Birinci sətirdə heç bir səhv yoxdur, doğrudur. If-dən sonra 2 nöqtə qoyulub, doğrudur, heç bir səhv yoxdur. Burada printdən sonra 2 nöqtə qoyulub, buna ehtiyac yoxdur, bu yanlışdır. Elə birinci səhv burada. Və bir də burada else-dən sonra 2 nöqtə qoyulmalıydı, qoyulmayıb. Üçüncü və dördüncü sətirlər yanlışdır.
Ona görə B variantı. Gəlin baxaq. Hansı dəyişən adı kimi istifadə oluna bilər? Baxaq. Oluna bilər. Altdan xətt var. Dəyişən adı kimi istifadə oluna bilər. Dəyişən adı kimi istifadə oluna bilər. Elə A variantı doğru variant kimi götürülə bilər. B variantına baxaq. Altdan xətt doğrudur. Balda doğrudur, amma faiz dəyişən adı kimi istifadə oluna bilmir. Dəyişən adında rəqəmlə başlaya bilməz. Bu yanlışdır. Dəyişən adında defisdən işarə olunmur. Bu da yanlışdır. Y variantda defisdən başlayıb deyə bu da dəyişən adında istifadə oluna bilməz. Xəta baş verər. Sintaksis xətadır. Keçək 21-ci suala. Klaviaturadan 4 ədəd daxil edilir. 4 ədəd daxil edilir. 14-ün üzərinə 4-ü vururam 8-ə, 32, bu eləyəcək 46 və 46-nı 23-ə böləcəm. Həqiqi bölmədisə, mütləqdir ki, cavabı da mən həqiqi ədəd almalıyam. 46-nı 23-ə böləndə təbii ki 2, amma həqiqi olduğuna görə 2.0 olacaq və mən bunu A-ya vuracam 4-ə, bu eləyəcək 8.0. A-nı və B-ni çap etmək lazımdır. 8.0 və 46 Y variantı uyğun gəlir. Klaviaturadan 30 daxil olunur və dırnaqda 30 olacaq, çünki qarşısında int yoxdur. B 2-dir, onu da dırnaqda 30-a vuraramsa, əgər tamı sətrə vururamsa, tamın sayı qədər sətr yazacam. 30, 30 və A-nın üzərinə S-ni gələcəm. A-nın qiyməti dırnaqda 30, S-nin qiyməti yeni aldım. 30, 30. Və iki sətri toplayanda yan-yana yazılır. 3-dən 30 olacaq. Qarşısında print olduğuna görə bu dırnaqsız çıxacaq. C variantı. Növbəti sualla davam edirik. Klaviaturadan 5 ədədi daxil edilir. Təbii ki, A alacaq dırnaqda 5-i. Biraz karandaşımızın rəngini dəyişək. Dırnaqda 5 alacaq. B 3-dür. 77-nin üzərinə gələcəm. 3 vuraq, dırnaqda 5. Yenə tamı sətrə vuranda tamın sayı qədər sətr olacaq. 5, 5, 5. İki sətri də toplayanda yan-yana yazılır. Qarşısında print olduğuna görə dırnaqsız çıxacaq. C variantı. 24-cü sualın izahından davam edək. Bizdən nəticəni soruşur. Deməli, A böyükdürmü, B-ni A-ya böləndə tam hissədən? A 22-dir. Böyükdürmü? B-miz 17-dir. A-ya böləndə, yəni 17-ni böləndə 22-yə, tam hissə 0. 22 böyükdür 0-dan, deyirəm, bəli, böyükdür. Bu zaman dövrünə düşəcəm. A-dan 5 çıxacam, yəni 22-dən çıxacam. 17-ni eləyəcək 5. 5-i çap etdim, qarşısında print var. Elsə düşmürəm. Çünki bu artıq bu if ödəyib deyilsə düşmürəm. Ancaq onunla eyni üstündə olan bu ifi yoxlamalıyam. A. A-nın qiyməti yenə 22 böləndə 22-ni 17-ni 5-ə böləndə 3 tam onda 4 düşür. 22 böyükdürmü 3 tam onda 4-dən? Bəli, böyükdür. Və B bərabərdir. B minus 17 minus yenə A. A-nın qiyməti isə 22. Bu dəfə eləyəcək -5. Elifə düşməyəcəm, çünki şərt ödəyib. Bu ifi yoxlamadığıma görə bu elsədə düşmürəm və sonda print B-ni də çap edirəm -5-i. Həm 5-i, həm də -5-i çap edəcək Y variantı. 25-ci sualın izahından davam edək.
A-nın B-nin C-nin qiymətləri məlumdur. 11 bərabərdirmi 9-a? Yox. İfin dövrünə düşməyəcəm, elsə düşəcəm. B-nin üzərinə C gələcəm. Bu da eləyəcək 20 A variantı. Davam edək növbəti suala. 26-cı sualda deyir ki, A kiçikdir B-dən, 11 kiçikdir 9-dan, deyirəm yox. Şərt ödəmir. Şərt ödəmirsə təbii ki, dövrə düşmürəm. Elsə düşürəm. Elsdə bir dənə də şərt var. Şərti yoxlamalıyam. 10 böyükdür 11-dən, deyirəm yox. Yoxdursa dövrə düşə bilməyəcəm. Bu ifi yoxlayacağam. Çünki eyni sütunda olan iflər bir-birindən asılı deyil. Şərt var, şərti yoxlayıram. 11 kiçikdir 9-dan yox. Dövrə yenə düşmürəm, elsə düşəcəm. S-nin üzərinə 10 gələcəm, eləyəcək. S-nin sonuncu qiyməti 10, üzərinə 10 gələndə 20. A plus B plus C-dir. A-nın qiyməti 11 dəyişməyib. B-nin qiyməti 9, C-nin qiyməti isə 20. Bu da eləyəcək 40 D variantı. Klaviaturadan 6 ədədi daxil olunur. 6. 6 böyükdür 3-dən. Deyirəm bəli. Və ifin dövrünə düşürəm. Y-imizin qiyməti olur 12. Elsə düşməyəcəm. Amma bu ifi yoxlayacağam. Y-in yeni qiymətinlə şərti yoxlayıram. 2-yə bölünməsindən alınan qalıq 0. 0 bərabərdirmi 0-a deyirəm bəli. Bu zaman h bərabərdir y-i 12-ni vuracam 3-ə. Eləyəcək 36. Elsə düşməyəcəm. İf ödədiyinə görə. Print h-ı çap edəcəm, o da 36 Y variantı. Iyirmi səkkizinci sual. Deməli, burada birinci nə edirik? Təbii ki, 240-ı 5-ə bölüb tam hissəni tapacam və onu da y-ə bölüb tam hissəni tapacam. Daha sonra y-ə bölünməsindən alınan qalığı tapacam. 240-ı 240 bölək 5, onu da böləcəm y-ə, 5-ə. Y-ə bölünməsindən, yəni 5-ə bölünməsindən alınan qalığı tapacam. Bu da eləyəcək. 240-ı 5-ə tam böləndə 4, 48 tam. Onu da təzədən yenə 5-ə böləndə bu da eləyəcək 9 tam. 9-un 5-ə bölünməsindən alınan qalıqda isə 4 qalacaq. Olacaq A bəndi. Ardıcıllıqla gedəcəm. 29-cu sualın izahı. A-nın B-nin qiyməti məlum. C-nin qiyməti 15. 15-dən çıxacam 3-ü 12. A-nın yeni qiyməti 12. C-nin yeni qiyməti 15. Eləyəcək 27. Və mən A-nı B-yə vuracam. 12-ni vuracam. 27-yə. 4, 7, 8, 4, 2. 4, 2, 3, 324. Aha, bu suala baxaq. Deməli, biz bilirik ki, bu qüvvətdir. Qüvvət birinci həll olunur, amma burada mötərizə var. Bu 3-ün kvadratıdır. 3-ün kvadratı eləyir. 3-ün qüvvətdə 9. 2-nin üzəri 9 da 512. Yemədi. A -6, B-də 6. -6-nın üzərinə 6 gələn təbii ki 0. 0 böyük bərabərdir 0-dan. Deyirəm bəli. Şərt ödəyir. Şərt ödədiyinə görə dövrünə düşəcəm. 0-ı çap edəcəm. 0-ı çap etdim. Görürsünüz, burada end yazıb.
Yəni bundan sonra nə çap edəcəmsə, sıfırdan sonra çap edəcəm. Artıq yeni sətrə düşməyəcəm. Normalda əgər bu olmasaydı, standart halda /n idi. /n-də yeni sətrə düşüb çap etməkdir. Amma bundan sonra əgər çap edəcəyim bir şey olarsa, sıfırın yanından çap edəcəm. Və bu şərti yoxlayıram. A böyükdür B-dən, -6 böyükdür -dan yox. LC-yə düşəcəm, 2-ni çap edəcəm. Olacaq 0, 2. A bənd. Baxaq. 7 ədədi daxil olunur. 7-nin 2-yə bölünməsindən alınan qalıq 1. 1 bərabərdirmi 0-a? Yox. Else düşəcəm. Bu şərt ödəmədiyinə görə ifin dövrünə düşə bilmirəm. Onunla neyin üstündə olan else düşürəm və else şərt var. 7 böyükdürmü 0-dan? Bəli. 7-nin 3-ə bölünməsindən alınan qalıq 1. 1 bərabərdirmi 0-a? Yox. Bu şərt də ödəməli. Düşməyəcəm dövrünə. Else düşəcəm. Print no-nu çap edəcəm. B bəndi. Növbəti sualla davam edək. Deməli, burada deyir ki, klaviaturadan M və N olaraq hansı ədədlər daxil edilərsə, nəticədə else komandasından sonraki fraqment icra olunar. Baxaq. Else icra olunması üçün, yəni buradakı printin icra olunması üçün təbii ki, bu şərt ödəməməlidir. Bu şərtin ödəməməsi üçün A kiçikdir M olmalıdır ki, bu şərt ödəməsin. Və biz variantlarda baxırıq ki, M elə bir qiymət olmalıdır ki, N-i 1024-də vuranda kiçikdir M şərti ödəməsin. Baxırıq, gəlin Y variantına baxaq. Variantlarla işləmək daha doğrudur. M 2048 olarsa, N'imiz isə 2 olarsa, N 2-dir. 2-yə vuranda bu eləyir 2048. A-nın yeni qiyməti 2048 oldu. M-in də qiyməti 2048-dir. Və şərti yoxlayıram. 2048 kiçikdir 2048-dən deyirəm yox. Yoxdursa else düşür. Yəni bu şərt olmalıdır ki, ifin qarşısında else düşsün. Və Y variantı doğru cavab. 15 böyükdür 0-dan. Bəli. 1-i çap edəcəm. 1-i çap etdim. Amma dırnaqsız. Şərti yoxlayıram. 15-in 2-yə bölünməsindən alınan qalıq 1-dir. 1 fərqlidirmi 0-dan? Bəli, fərqlidir. 0-ı da çap edəcəm. Çap etdim. Else düşməyəcəm, çünki bu şərtim ödəyib. Bu else düşməyəcəm, çünki bu şərtim ödəyib. Nə vaxt bu şərt ödəməzdirsə, o zaman else düşərdim. Belə olan halda düşə bilmirəm. 1-i və 0-ı çap edəcək B variantı. Deməli, AB print A.AP. Biz bilirik ki, AP metodu sətrin bütün simvollarını böyük eləyəcək. Yəni çap edəcək A-nı, amma hamısı böyük halda. Yəni Python hamısı böyük halda. AP hamısını böyük edir. Baxaq variantlardan A getdi, B getdi, çünki hamısı böyük olmalıydı. Y getdi, burada yeni balaca P yazıbdı. Qaldı C və D variantı. Keçək ikinci printə. A üzərinə gəlir. A eləcə Python'dır. Python. Yazıram bura. Python. Üzərinə gələk. Baxın, dırnaqda boşluq qoyub, mən də qoyuram. Bir boşluq qoyuram, dırnaqsız formada çıxardacaq. B-nin qiyməti də language-dir. Yazıram bunu. Amma ikisi də dırnaqdadır. Ortada bir dənə, baxın, boşluq var dırnaqda. Və bunda capitalize edir.
İki dənə sətri toplayanda yan-yana yazılır, amma ortada bir dənə, baxın, burada bir dənə boşluq var. Yan-yana yazılacaq, olacaq Python, boşluq, language. Capitalize nə eləyir? Capitalize sözün ilk hərfini böyük, yerdə qalan hamısını kiçik yazır. Yəni, bu balaca P olacaq böyük P. Yerdə qalan hamısı olduğu kimi qalacaq. Bizə doğru cavab təbii ki, C variantıdır. Y variantında hamısı balaca olur, yanlışdır. Çünki capitalize sözün ilk hərfini böyük, yerdə qalan hamısını kiçik edir metod. 36-ya baxaq. 36-da təbii ki, birinci vurma olacaq. X-in üzərinə dırnaqda 12-nin üzərinə gələcəm. 2 vuraq. Y-in qiyməti 13. Təbii ki, dırnaqda 12-nin üzərinə gələcəm. Tamın sayı qədər sətr yazacam. 13, 13. Və toplayacam 12, 13, 13. Qarşısında print var deyə, print Z-dir. Print var deyə, təbii ki, bunu dırnaqsız formada çıxardacaq. 12, 13, 13. D variantı doğru cavabdır. 37-ci sualın izahından davam edirəm. M-in qiyməti 56, D-nin qiyməti 65 və şərti yoxlayıram. 65, 56-nın 2-yə bölünməsindən alınan qalıq 0. 0 bərabərdir 0-a, bəli. Zaten birinci tərəf true'dursa, heç ikinci tərəfi yoxlamağa ehtiyac yox, çünki arada or var. Bu şərt ödəyəcək. Print M-i böləcəm 2-yə, tam hissə 28, tam. Elsə keçməyəcəm, şərt ödəyib. Keçəcəm printin içərisinə, yenə M-i 2-yə bölüb onu çap edib, yəni 28-i tam çap edəcəm. Bir də D-ni 5-ə bölüb alınan qalıqdır. Təbii ki, 65-i 5-ə bölünəndə alınan qalıq 0-dır. 28-i, 28 və 0-ı çap edəcəm. Burada vergül olmayacaq. Niyə? Çünki bunun sonunda separator var. Separator standart halda verilməyibsə bu boşluq deməkdir. 28 boşluq 0-ı çap edəcəm. 38-ci sualına davam edək. Əgər A və B üçün daxil edilən ədədlər uyğun olaraq 2 və 3-ə bərabər olarsa, Python ilə yazmış proqramın nəticəsini müəyyən edin. Yəni, A-nın qiyməti 2, B-nin qiyməti 3. Gəlin, baxaq. A 2-dir. 2-nin üzərini 2, qüvvəti 4. Üzərinə gələk. 3-ün üzəri 2, bu eləyəcək 9. Eləyəcək 13. C 13-dür. 13 bərabərdir 5-ə, yox, elsə düşəcəm. 13 bərabərdir 10-a, yox, elsə düşəcəm. 13 bərabərdir 12-yə, yox, elsə düşəcəm. 13 bərabərdir 13-ə, bəli, level 14-ü çap edəcəm. Bunu dırnaqsız formada çap edəcəm, elsəyə də düşməyəcəm. Level 4. Səbənd. X-in yeni qiyməti -9. -9-un 3-ə bölünəndə alınan qalıq, yadınızda saxlayın, qalıq heç vaxt mənfi ola bilməz. 0, 0 bərabərdirmi 0-a? Bəli. Bəli, birinci tərəf true. X-in -9-un 2-yə bölünməsindən alınan qalıq yenə 1, 1-1-ə bərabərdirmi? Bəli. Bir şərt ödədiyinə görə düşəcəm bura. Absolut X, absolut mütləq qiymətdir. 9 böyük bərabərdirmi 1-dən? Bəli. 9 kiçik bərabərdirmi 10-dan? Bəli. Və X-in üzərinə 1 gəlib onu çap edəcəm. X-imin qiyməti -9, üzərinə də 1 gələndə eləyəcək -8. Elsə düşməyəcəm. Çünki şərt ödənib. Bu isə düşməyəcəm, çünki bu şərt ödənib. Bir dənə -8-i çap edəcəm. Davam edək növbəti sualla.
Aha, x 50, z 60. 50 böyükdür sıfırdan, bəli. 50 kiçik bərabərdir 120-dən, bəli, şərt ödəyir. Z bərabərdir, x-i vuracam 4-ə, bu eləyəcək 200. Z-in yeni qiyməti 200. 200 kiçikdir 200-dən, yox. Yoxdursa, mən bu hesə düşə bilmərəm. Çünki bu hes bu ifindir. Bu ifindir. Bu hesə düşə bilməyəcəm. Çünki bu şərt ödəməsə düşərdim. Keçəcəm bu print x-a. Print x-in sonuncu qiyməti məndə 50. Z-in də sonuncu qiymətini 200 almışam. Olacaq 200. 50 və 200-ü çap edəcək. 50 və 200 D variantı uyğun gəlir. Davam edirəm növbəti sualla. 56. A56, B2, K5. 56-nı 8-ə böləcəm. Tam hissə 7. Onu da çıxacam 2-ni, bu eləyəcək 5. A-nın yeni qiyməti 5. 5 böyükdür 2-dən, deyəcəm bəli. Onu vuracam A-ya, eləyəcək 50. Çıxacam, 5-i vuracam 2-yə, eləyəcək 10. S-nin yeni qiyməti 40. Elsə düşməyəcəm. Print S-ni ilə 40-ı çap edəcəm. Növbəti sualla davam edirəm. X 20-dir. 20 böyükdürmü sıfırdan? Bəli. 20 kiçik bərabərdirmi 21-dən? Bəli. Şərt ödədiyinə görə x-in üzəri 2 qüvvətdir. Bu eləyəcək 400. Şərti bir də yoxlayıram. Y kiçikdir 50-dən. 12 kiçikdir 50-dən. Bəli. X 20-dir. Ona böləndə tam hissə 2 tam. 2 tam. 2 tam. Elsə düşməyəcəm, bu isə düşməyəcəm. X-i və Y-i çap edəcəm. 400-ü və 2-ni, yəni Y variantı alınacaq. Doğru cavab Y variantı. Deməli, biz bu proqramın təyinatını tapmalıyıq və bunun üçün özümüzdən 3 rəqəmli bir ədəd verməliyik. Gəlin 3 rəqəmli bir ədəd verək. Nə verək? 125. 125. Verək. A bərabərdir 125-i 10-a böləndə alınan qalıq 5. A-nın qiyməti oldu 5. 125-i 10-a böləndə tam hissə 12. 12-ni də 10-a bölünəndə alınan qalıq 2. S də olacaq 125-i 100-ə böləndə tam hissə 1. Şərti yoxlayıram. A böyükdür B-dən, 5 böyükdür 2-dən, bəli. A böyükdür C-dən, yəni 5 böyükdür 1-dən, bəli. M-i A-ya bərabər edəcəm. M olacaq 5. Elifə düşməyəcəm, şərt ödəyib, elsə düşməyəcəm, print M-i çap edəcəm. M də bizdə 5-ə bərabər idi. M də 5-ə bərabər idi və gəlin baxaq görək variantlarda nə deyir. Ədədin ən böyük rəqəmini çap edir. Bəli, ədədi 125 vermişik. Onun ən böyük rəqəmi ilə 5-dir. Doğru cavab A variantı. İstənilən bir ədədi versəniz, burada ən böyük rəqəmi çap edəcək. A və B ədədləri üçün uyğun olaraq 16 və 4 qiyməti daxil olunarsa, A 16, B 4 olarsa, nəticəni soruşur. Bizdən nəticə soruşur. Nəticə A-nın üzəri 2-də 1. Bundan təbii ki, 16-dan kökü soruşur. Bu 16-nın üzəri 2-də 1. Bu edəcək 4.0. 4.0. B-nin üzəri 2-də 1-dirsəm, 2-də 1-dirsəm, təbii ki, bu B-miz 4-dür. 4-ün üzəri 2-də 1. Bu da 2.0 edəcək. 2.0 edəcək. Və biz gəlin baxaq
B-də 2,0. A 4,0-dır. B-də 2,0-dır. Şərt ödəyirmi? Ödəyir. Birinci tərəf true'dursa, ikinci tərəfi yoxlamağa heç ehtiyac yoxdur. Şərt ödəyir. A-nın üzərinə B gələcəm. Bu eləyəcək 6,0 böyükdürmü 10-dan? 6,0 bəli, yox, böyük deyil. Ona görə else düşəcəm. 6,0 A-nın üzərinə 2 gələcəm. A-nın qiyməti 4,0-dır. Üzərinə də 2 gələcəm, eləyəcək. 4,0 üzərinə gələcəm 2-ni. Bu da eləyəcək 6,0. Else düşməyəcəm və sərbəstə düşəcəm. 6,0-ın da üzərinə 3 gələndə bu da eləyəcək 9,0 Y variantı. Növbəti sualla davam eləyək. Bu fora aiddir. Deməli, for neyniyəcək? Gedəcək, tək-tək A siyahısının elementlərinə müraciət eləyəcək. Gedəcək 3-ü götürəcək və şərti yoxlayacaq. Deyəcək ki, B-də say 3-ü. Yəni, I gedib 3-ü alacaq, B-də sayacaq 3-ü. Sayacam 1 dənədir. 1 böyükdürmü 0-dan? Bəli. Və S-in üzərinə I gələcək, olacaq 3. Deməli, sayı 0-dan böyük olan ədədləri cəmləyəcək. 6-nı götürəcək, sayacam, yoxdur. Yoxdursa 0-dır. 0 böyükdürmü 0-dan? Yox. Şərt ödəməyəcək. 7, B-də sayacam 1 dənədir. Ona görə üzərinə gələcəm 7-ni. 1-i yoxlayacam, yoxdur. Yoxdursa count 0 qaytarır və şərt ödəmir. 9-u, 9 da yoxdur. Yoxdursa yenə 0 qaytarır. 0 da yoxdur. 6, 6 da yoxdur. 4 var. Bir dənədir. Üzərinə 4 gələcəm. Bu eləyəcək 14. C variantı. Növbəti sualla davam edirik. Deməli, klaviaturadan 16 ədəd daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Gəlin baxaq. 16. 16-nı 10-a bölünəndə qalıq 6. 16-nı 10-a bölünəndə tam hissə 1. 6 böyükdürmü 1-dən? Bəli, şərt ödəyir. Z bərabərdir. 60 üstə gələk 1 eləyir 61. Elifə düşməyəcəm, elisə düşməyəcəm, amma bu sərbəstdir, bunu edəcəm. X-in sonuncu qiyməti məndə 16. 16 üzərinə Z gələcəm, 61 eləyəcək 77. C variantı. Davam edək növbəti sualla. 15 ədədi klaviaturadan daxil olunub. 15. 15-in üzərinə 5, 20. 20-ni 5-ə vuracam. 100. 100. A-nı B-yə bölünəndə alınan qalıq. A 20-dir. B-yə bölünəndə alınan qalıq 20-dir. 20 bərabərdirmi 0-a? Yox. 20-ni 2-yə bölünəndə alınan qalıq 0, 0 bərabərdirmi 0-a? Bəli. Print A vuraq. B-ni 100-ü vuracam. 20-yə. 200. 2000. Üzürlü sayın. 2000. Elsə düşməyəcəm. B-nin üzərinə də 15-i gələcəm. 100 üstə gələk 15 edəcək. 115. Print B-ni də çap edəcəm. 2000 və 115. Klaviaturadan 25 ədədi daxil edilir. Import mass yenə riyaziyyat. SQRT-X bundan çıxacaq 5,0. Y-in 5,0-ın 1-ə bölünməsindən alınan qalıq 0-dan böyükdürmü?
Yox, böyük deyil. Elə sıfırdır. Sıfır böyükdür sıfırdan yox. Elifə düşəcəm. Y-i vuracam y-ə. Böyləcə 25.0. 25.0 bərabərdirmi 25-ə? Bəli, bərabərdir. Şərt ödəyəcək. Print x-ı çap edəcək, yəni 25-i. Elifə düşməyəcək. Bu if yoxlamadığına görə bu isə düşməyəcək. Cavab B variantı. 33. Ədədə daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsi. Bu 33-dür. 33-ü ona böləndə tam hissə 3, böyükdür 2-dən, bəli. 33-ü 3-ə böləndə alınan qalıq 0, 0-a bərabərdir, bəli. Şərt ödədiyinə görə dövrünü düşürəm, ifi yoxlayıram. Bu şərt ödəmir, birinci şərt ödəmir. İkinci şərt 33-ü 5-ə bölünəndə alınan qalıq 1-ə bərabərdirmi? Alınan qalıq 3-dür, 3 1-ə bərabər deyil. Ona görə elifə düşəcəm. 33-ü 5-ə bölünəndə alınan qalıq 0-a bərabərdirmi? Təbii ki, yox, şərt ödəmir. Bu elifə düşmürəm. Bu isə düşmürəm. Sərbəst həddə düşürəm. 33 üstə gələk 10 eləyir 43. Nəyə görə düşmürəm? Çünki bu şərt ödəmirsə, buradan bura atlana bilmərəm. Bu if ödəməzsə, bu elifə düşərəm. Bu elifi nə vaxt yoxlayaramsa, o zaman bu şərti yoxlayaram. Bu şərti yoxlayaram, bu else o vaxt düşərəm ki, bu şərt ödənməz. Ödənməzsə isə düşərəm. Amma bunların heç birinə belə olan halda düşə bilmirəm. 43 sevəndə. 50 ədədi daxil edilir. 50 böyükdürmü 10-dan? Bəli, 50 kiçikdirmi 50-dən? Yox, ödəməyəcək. Elifə düşəcəm. 50 kiçikdirmi 60-dan? Bəli, bu şərt də ödəməyəcək. Bu da ödəmir. Elifə düşürəm. 50 böyükdürmü 60-dan? Xeyr. 50-nin ona bölünməsindən alınan qalıq 0, 0 0-a bərabərdirmi? Bəli, baxın, bu ödəyəcək. 50-nin üzərinə 2 gələcəm, edəcək 52, elsə də düşməyəcəm. Çünki şərt ödənib. 135 ədədi daxil olunur. 135 ədəd daxil olunur. 135-ə ona böləndə alınan qalıq 5. 100-ə böləndə tam hissəm 1. Ona böləndə tam hissə 13. Ona da böləndə alınan qalıq 3. Və A böyükdürmü B-dən? A-mızın qiyməti 1. 1 böyükdürmü? Yox, A-mızın qiyməti 5. Böyükdürmü 1-dən? Deyirəm, bəli. N bərabərdir A-nı, yəni 5-i vurur 100-ə 500, üzərinə gəlir, S-ni vurur 10-a 30, üzərinə də 1 gələndə 31. Bu eləyir 531, ədədi tərsinə çevirir. Print N və B variantı. Elifə düşməyəcəm, çünki yuxarıdakı şərtim ödəyib. ES-ə düşməyəcəm, çünki ifi yoxlamamışam, ikinci ifi. Sonra 53 ilə davam edək. Klaviaturadan A və B dəyişənləri üçün 40 və -5 daxil olunub. Absolut A. 40 böyükdür ondan. Bəli. -5 yox. Absolut var deyə müsbət 5 kiçikdir 100-dən. Bəli. Şərt ödəyir. A-nı 40 ona böləndə tam hissə 4. 4 böyükdür 5-dən yox. Elsə düşəcəm. A-nı vuracam 5-ə. 40-ı vuracam 5-ə. 200. 200 böyükdürmü 100-dən? Bəli. B də bərabərdir. 200-ü 2-yə böləcəm. Tam hissə 100. Elsə düşməyəcəm. B-nin də qiymətinin üzərinə gələcəm, onu eləyəcək 110. Y variantı. 13 klaviaturadan daxil olunur. 13. 13 böyükdürmü ondan? Bəli. 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? Yox. Elifə düşəcəm. 13-ü 5-ə bölünəndə alınan qalıq 3 böyükdürmü 1-dən? Bəli, şərt ödədiyinə görə 13-ü vuracam 2, eləcə 26. Elifə düşməyəcəm, Elsəyə düşməyəcəm. Sonda 26-nı 2-yə vuracam. 26 vuraq 2, bu da eləyəcək 52. B variantı. 55.
int A. Təbii ki, A-nın qiyməti dırnaqda 15-dir. Qarşısında int var deyə bunu tam ədədə çevirəcək. Olacaq 15. Böyükdürmü int B-dən, yəni 5-dən? Bəli, böyükdür. A-nın üzərinə B gələcəm, 20-ni çap edəcəm. Elifə düşməyəcəm. Bu ifi yoxlamadığıma görə heç buna düşmürəm, elsə düşmürəm. Sadəcə olaraq 20-ni çap edirəm. 56. Y-in qiyməti x-dan 2 çıxacam 5. X bərabərdir. X üstə gələk 7 üstə gələk 3-ü vuracam 5-ə 15, böləcək 22. X-in üzərinə Y-i gələcəm. X-in yeni qiyməti 22, üzərinə 5 gələcəm, eləyəcək 27. 27 X-la müqayisə aparır. X-in qiyməti 22, 22 kiçikdir 30-dan, bəli. Y-in üzərinə, yəni 5-in üzərinə gələcəm, 5-i eləyəcək 10. 10 kiçikdir, ondan yox, elsə düşəcəm. S-in üzərinə 3 gələcəm, edəcək 30. Bu elsə düşməyəcəm, düşməyəcəm. Amma bu sərbəstdir. Bu edəcək 35 A variantı. Aha, definition bu funksiyadır. Gəlin baxaq görək bu funksiya nə iş görür. Deməli, birinci 55 böyükdürmü sıfırdan deyirəm, bəli. A bərabərdir, 55-dən çıxıram, F, A-nın qiyməti 55-dir. Təbii ki, mən ədəddən funksiya çıxa bilmərəm. Mən funksiyanın qiymətini tapmaq üçün gedəcəm, bura müraciət edəcəm. F 55-ə baxacam ki, görün bu nə iş görür. X bərabərdir, setir X. Yəni, dırnaqda 55 olacaq x-in qiyməti və for i dəyişəni gedəcək, x-in qiymətinə tək-tək müraciət edəcək. I gedəcək, dırnaqda 5-i alacaq, düşəcək s bərabərdir. S-in üzərinə tam ədədi gələcək. S sıfırda olacaq 5. Daha sonra i gedib növbəti 5-i alacaq. S olacaq, 5 üstə gələk 5, 10. Və return s-i dəyər olaraq qaytaracaq. Yəni, 10-u dəyər olaraq qaytaracaq. Və biz buradan görürük ki, funksiya hansı işi görür? Ədədi götürür və onun rəqəmlərinin cəmini toplayır. Ən sonda isə buradan çıxacaq. Deməli, burada 55-dən 10 çıxacam, qalacaq 45. M olacaq 1. Daha sonra 45 böyükdürmü sıfırdan deyəcəm, hə. Artıq gedib bunu funksiyada yoxlamıram. Çünki artıq bildim ki, funksiyam neyinir? Ədədi götürür və onun rəqəmlərinin cəmini toplayır, ədədin özündən çıxır. 45-dən çıxacam 9-u, bu da edəcək 36. M də edəcək 2. 36 böyükdürmü sıfırdan, hə. A bərabərdir 36 çıxaq 9, 27. M olacaq 3. 27 böyükdürmü sıfırdan, hə. A bərabərdir 27 çıxaq 9. Bu edəcək 18. M bərabərdir 4. 18 böyükdür sıfırdan, hə. A bərabərdir 18 çıxaq 9 edir 9. M bərabərdir 5. 9 böyükdür sıfırdan, hə. A bərabərdir 9 çıxaq 9 edir 0. M də bərabərdir 6. Və 0 böyükdürmü sıfırdan deyirəm yox. Sonda mənə M-in qiymətini soruşur. O da 6-ya bərabərdir. Daha sonra davam edək. Davam edək 58-ci sualla. Deməli, klaviaturadan 7, 1 və 3 daxil etdik. A. A 1 böyükdürmü B-dən, 3-dən? Deyirəm ki, yox. Birinci tərəf false-dursa, ikinci tərəf yoxlamağa dəymir, şərt ödəmir. Elsə baxacam, if A böyükdür B-dən, yəni 1 böyükdür 3-dən, yox. Bəs
1 böyükdürmü n-dən, 7-dən yox, elsə düşəcəm. A üstə gələk B-ni, yəni 1 üstə gələk 3 eləyəcək 4, onu da vuracam n-ə. 7 dəfə 4, 28 edəcək. Y bəndə. Doqquzuncu sualdan davam edək. 5, 8, 4. Deməli, 8 böyükdürmü 4-dən? Bəli. 8 böyükdürmü 5-dən? Bəli. A-nın üzərinə gələcəm. B vuraq. N. B-miz 4, N-imiz 5. 4 dəfə 5, 20. Üzərinə 8 gələndə bu edəcək 28. Çap etdim. Bu ifi də yoxlayacağım. A, 8 böyükdürmü 4-dən? Bəli. Or 8 böyükdürmü yenə 5-dən? 5-dən, bəli. Və A-nı N-ə vuracam. A 8-dir. 5-ə vuranda 40. Üzərinə də gələcəm 4-ü. Bu deyəcək 44. Və 44-ü çap edəcəm. Məsələ düşməyəcəm. 28 və 44 A variantı. Altmışıncı sual. Deməli 2, 4, 1 daxil olunur. A-nın qiyməti 4 böyükdürmü 1-dən? Bəli. 4 böyükdürmü 2-dən? Bəli, şərt ödür. A-nın üzərinə, 4-ün üzərinə B vuraq, eni gəlirəm. 2, bu edir 6, 6-nı çap edir. Yenidən şərti yoxlayır. A böyükdürmü B-dən? 4 böyükdürmü 1-dən? Bəli. Birinci tərəf ödəyirsə, ikinci tərəfə ehtiyac yoxdur. A-nı vuracam n-ə, 4-ü vuracam 2-yə, 8. Üzərinə gələcəm 1 eləyəcək 9. Və çap edəcəm. 6-nı və 9-u çap edəcək. B variantı. Növbəti izahlarda, bundan sonraki videoda tapşırıqların növbəti izahlarının hamısını verəcəm. Hələlik uğurlar hər birinizə.